Alemlerin Rabbi olan Allah Azze ve Celle'ye hamdü senalar olsun. Onun Resulü ki Cihan Güneş Efendimiz Hz. Muhammed Mustafa sallallahu aleyhi ve selleme ve onun ehli beytine salatu şerifler olsun. Cümenin rahmeti, bereketi, mağfireti cümlemizin ve bütün ümmeti Muhammed'in üzerine olsun. Aziz değerli kardeşlerim, bugünkü cümle vəz mövzumuz uşaqlar bize Allah'ın nimeti ve emanetidir. Yani her zaman bunu belki hutbelerde de veyahut da vaaz mövzularında da yer alsa da aile değerleri, evlatlarımıza olan terbiye, yani her zaman mövzularımızın dahilinde onu zikir etsek de yine de ihtiyaç var. Çünkü aşağı yukarı burada herkesin, yani aileli olanlar çoxdur. Ümumiyyətcə tək bura xitaben değil de bizi izleyenlere de hitap edeceği inşallah dikkatli olsunlar. Yani bugünkü mövzumuzda esas məqsəd, yani mövzumuzun başlığı olarak uşaqlarımız bize hem nimətdir, yani evlat da bir rızıktır. Ama bir şeyi unutmayalım ki esas emaneti. Onlar bize emanettir. Mövzumuza Tahrim Suresinin 6. ayetiyle başlamak istəyirəm. Allah Azze ve Celle estaizu billah Ya eyyühellezine amenu qu enfusakum ve ehlikum naran ve quduhen nasu vel hicare ve ilal ahiraya. Sadakallahu lazım. Allah Azze ve Celle her bir bilirsiniz ki Kur'an-ı Kerim'de yani müəyyən xırda məsələlər var ki veyahut da ki hansısa ayeti anlamadığımız zaman hədis-i şəriflərə müraciət edirik. Çünki hədis-i şəriflər nədir? Sünnə nədir? Kur'an'ın təfsiridir. Amma elə ayətlər var ki birbaşa insana xitab edərkən o anlaşılanır. Allah Azze ve Celle o cümleden Tahrim Suresinin okuduğum ayetin meyalında belə buyurur. Ey iman edenler, özünüzü ve ailenizi yanacağı insanlar ve daşlar olan oddan koruyun. Bu ayetin üzerinde çok danışmaq olar elbette ki. Çünkü buna artık tam ayetin mealının açıqlamaq meselesine geldikdə burada olan əməllər, burada olan yaşam terzi, o ailenin inancı, o ailenin Allah'ın sərhədlərinə, əmr bil marufa, nəhi ən münkerə göre yaşayır mı, yaşamır mı? Çok danışmaq olar. Ama bizim əsas mövzumuz odur ki, bugün evlatlarımıza aid olduğu için öz əlimizdən hem bu dünya ateşine hem de ahiret ateşine atmayalım. Ve ey iman edenler deyir. Kur'an-ı Kerim'de siz fikir verseniz ya eyyühellezine amenu ayeti çok gelir başlık olarak. Yani biz her zaman söylüyoruz bunu. İman edenlere hitap edirik. Bize inanan değil de Allah'a inananlara hitap edirik. Bu ne danışır? Özü için danışır. Yani sonu olmayan, tesirsiz olan kelimeler var ki dünyaya, yani felsefeye dayanan, yani açık danışaq. Felsefeye dayanan kelimeler var ki biz onun arkasında değiliz. Biz Allah Azze ve Celle'nin Kur'an-ı Kerim'de ayeti ve onu yaşayan Peygamber Efendimiz sallallahu aleyhi ve sellem sünnetinin arkasındayız. Dəlilimiz böyüktür ve ağırdır, məsuliyyətlidir. Ona göre iman edenler kurtuldu elhamdülillah. İman etmeyenler husrana uğrayacaktır. Husrana uğraya gəliblər. Peşman olurlar, zəlil olurlar. Axırda sonuna gedib qəbrin başında ağlayırlar. Amma yenə də ayrılmırlar. Görə gəldik bunu. Ona görə bu dünyadayken, yani biz her zaman söylüyoruz, Allah cümlemizi, başta öz nəfsimi, bizi belalardan, o bela olan imtihanlardan, terbiye olanlardan eylemesin. Bizi nəsihətlə tərbiyə olanlardan eləsin. Gərək bəla gəlsin. Ona görə hər bir ailə, ana, ata
övladı onun üçün bir əmanətdir. Öz əlinlə cəhənnəmə odun yetişdirməsin. Və bir hədis şərifdən də bir işıq olsun inşallah mövzumuza. Allah Resulü sallallahu aleyhi ve sellem Cabir radiyallahdan gələn rəvayətdir. Resulullah aleyhissalatü vesselam buyurdular ki, nəfslərinizin əleyhinə dua etməyin, uşaqlarınızın əleyhinə də dua etməyin, hizmətçilərinizin əleyhinə də dua etməyin, mallarınızın əleyhinə də dua etməyin. Ola ki, Allahın duaları qəbul etdiyi saata rast gələr də duanız qəbul olunur. Siz fikir versəniz, müəyyən bir hədis şəriflərdə günlər var. Məsələn, yağış yağdığı zaman deyək, cümənin hansısa bir saatıdır. Amma bunlar qeybi məsələlər olduğu üçün Allah Azze və Cəllə gizlədir. Bunda da bəli, hikmətlər var əlbəttə. O zaman insan bütün əməlləri, yəni cəhənnəmə gedəcək bütün əməlləri eləyər, yəni qələt dediyimiz əməlləri edər. Həmən anda gələr, istiğfar elə, dua elə ki, bu duanı eləyəcəm, zərər yox. Nə qədər günah işləsəm də o məqama gəlim, günah bağışlanacam. O zaman belə olardı. O zaman haşa ədalətsizlik olardı. Ona görə bəzi günlər, və məsələn cümə günü heç kim bilmir, nə bilək, Allah aləm. Hansı saat, cümədə deyə elə bir saat var ki, duasını qəbul olur o anda. Yəni müəyyən bir şeylər var da, yəni hədis tərəflərə rast gəldiyimiz zaman. Amma məsələ nədir? Sən elə bir dua edərsən ki, heç fərqində qafilanə. O da Allahın duasının qəbul olduğu vaxta düşər. Ona görə bir valideynlər ehtiyatlı olsun, övladına hissləndiyi zaman, əsəbləşdiyi zaman bəddua eləməyin. Ən azından heç olmasa Allah səni islah eləsin. Yəni ən hirsləndiyimiz zaman belə əcaib bizi zülm verdiyi zaman var, olur. Uşaqlardan olur bəzən. Yəni çünki bugün həqiqətən də uşaqları yetişdirmək çox çətindir. Gəncləri yetişdirmək çox çətindir. Çünki bizim, sənin, mənim iradəmdən kənar evimizə girənlər var. Kimdir? Android telefonlar. Və nəticə olaraq ora gəlmək istəyirəm. Bugün bir valideyn uşağını başından eləmək üçün və yaxud da ki, yorulmuşam, get əl çək, canını qurtarmaq üçün bir telefon verir. Uşaq o boşluğu görərək o telefonuna qapanır və nəhayət ölüm səviyyəsə gətirir telefon. Bu da nədir? Uşaqlarımızı başlı-başına buraxmaqdır. Yəni elə zənn etməyən ki, canımızı qurtarmayan, uşağı dünyaya gətirdik, bir dənə də hazırlığa qoyaq, bir dənə də əlinə telefon, bahalı telefon, bala sənə nə etməmişəm mən? Sənə artıq nə etməliyəm? Deyir valideyn. Xeyr, sənin vəzifən bitmədi valideyn. Allah Azze və Cəllə Quran-ı Kərimdə nə deyir? Biz sizi yaradandan sonra sizi başıboş bıraxacağımı zənn edirsiniz. Allah sənə əmanət eləyibdir. Dünyaya gətirdin, istədin, Allah sənə verdi. Övladı olmayanlar bilir bu şirinliyi. O valideynlərə səslənirəm. Övladı olmayanlar illərdən, 40 ildir, 30 ildir, 20 ildir, 10 ildir övlad həsrətində olanlar bilir bu övlad şirinliyini. Necə bir neymətdir, daddır. Necə bir rızıqdır. Ona görə o valideynlər məsuliyyətli olmalıdır. Dünyaya gətirdiyi övladlarını onları müəyyən yaşa, kamil yaşa gətirənə qədər onları izləməlidir. Bugün sən ona İslam əxlaqı vermədiyin üçün, sən ona Allah'ı anlatmadığın üçün, Peyğəmbəri anlatmadığın üçün, əlbəttə ki, o boşluğu şeytan dolduracaqdır. Nələrdən? Heç sənin xəbərin olmadan sənin evinə girən oğru ilə, o sosial şəbəkə oğruları, sosial şəbəkə qatilləri. Ona görə hər bir valideyn ehtiyatlı olmalıdır. Bu nə dindar oldu, nə dinsiz oldu. Dəxli yoxdur.
Bu dindar Müslümanların da ailesinde var bu problem. Olmayanlarda da var. Ona göre her bir valideyn bu telefonu, bu fitnəni verəndə izləsin. Sonra başına başa döyməsin. Allah qorusun övladlarımızı. Uşaqlara bir neçə vəzifələrimiz var ki, yəni o çoxdur. Müəyyən qədərini biz sağlıq inşallah. Yəni buna diqqət etmək lazımdır deyə bir hardasa 5 mövzu salmışıq. Birinci növbədə doğulan uşaq qız olsun, oğlan olsun. Allah'ın verdiği bir emanet olarak hoş karşılamaq. Birinci növbədə Allah Azze ve Celle sənə bir övlad verdi, istər qız olsun, istər oğlan olsun. O nə deyir? Bir söz var ya, deyir qız deyir neymət, oğlan minnət. Eşitmiş onu. Qız neymətdir, oğlan minnətdir. Yəni qızı olana müjdə vardır. Çox cənnət də müjdəlir. Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm barım əlini belə bu şəkildə tutaraq. Mənim nə deyir, bərabər olacaq. Ona görə qız uşaqlarını düzgün yetişdirmək lazımdır. Bax, birinci növbədə biz bəlkə də bir neçə mövzu bundan əvvəl söyləmişdik. Bir müsəlman ata, bir müsəlman ana əgər din deyə bir dərdi varsa, ona vaxtında dinini aşılayacaqdır. Sevdirəcəkdir dinini. İnanın ki, bəzi qeyri-müslümlər İslam dinini yaşamayan müsəlmanlara irad tuturlar ki, belə müsəlman olmaqdansa olmuyor. Halbuki sən bu İslamı yaşadığın zaman bütün gözəlliklər İslamdadır. Mərhəmət deyirsən, sülh deyirsən, əmin-amanlıq deyirsən, bərəkət deyirsən, rəhmət deyirsən İslamdadır. Paylaşım İslamdadır çünki. Yaşamadığımız üçün qeyrilərdə baxıb, bunun kimi namaz qılmaqdırsa qılmayayım. Ona görə uşaqlarımızı, övladlarımızı düzgün şəkildə və vaxtında Allahı sevdirmək, Peyğəmbəri sevdirmək lazımdır. Namazı sevdirmək lazımdır. Təsəddürü sevdirmək lazımdır. Təsəddür tək xanlara aid deyil, kişilərə də aiddir. Bugün kişi xeylaqlarımız da, yəni qardaşlarımız da bəzən geydiyi şalvalara diqqət eləmir. Qeyri-müslümləri tərqib edir. Şalvarına baxsan yamaq yumaq və yaxud da putulka. İslamda elə şalvar yoxdur. Təsəddür tək xanımlara aid deyil, kişilərə də aiddir. Yəni mövzumuz bu deyil də, sadəcə olaraq bir giriş etmiş oldu ora. Diqqətli olacaq. Yəni uşaqlarımızı qızdırsa gözəl şəkildə həyalı böyütəcək. Çünki o gələcək sənin həm də inşallah sədəqə-i cariyəndir övladlarını. Oğlandırsa düzgün bir şəkildə tərbiyə edəcək. Və o şəkildə ki, ən xeyirli müsəlman əlindən və dilindən insanların əmin olduğu kəsdir. Yəni əməlindən və dilindən o şəkildə bir müsəlman övlad yetişdirəcəksən inşallah. İkinci məsələ, uşağa halal qidalarını bəsləmək. Bugün o da bir başqa bir dərddir əlbəttə ki, yəni addım başı elə bir zamanəyə gəlmişik ki, yediyimiz qidalar olsun, tükətdiyimiz nələr qidalar olsun, hamısında az bir şey olsa da belə oğurluq haramlar var, qatqılar. Həqiqətən də, bax əziz qardaşlar, Həzrət Ömər radiyallahu anh sözü yadına düşür. O bir nəfər gəlirdi ki, filan kəs deyir, gecə gündüz namaz qılır, tərifləyir. Həzrət Ömər radiyallahu anh nə deyir? Ona qonşuluq etdin mi deyir, alışveriş etdin mi, yolculuq etdin mi deyir, tərifləmə. Bugün həqiqi müsəlman var ha, həqiqi İslami yaşayan insan, o qatqı məsələsilər var, qatqılar məsələsi. Deyirəm ki, məsələn, deyirsən ki, qardaş, bu zeytun yağına nə qatmısan? Bu simişqa çəkirsən, yağını çəkirsən, nə qatmısan? O həqiqətən də heç bir şey ora müdaxilə eləmirsən, o imanlı şəxsdir o insan. Mən o kişiyə imanlı kişi deyirəm. Bax, orada görür və o şəxsiyyət. Şəxsiyyət, bir müsəlmanın şəxsiyyəti orada formalaşır. Harada? Həzrəti Ömər gecə vaxtı gəzərkən, ana deyir, südə su qatma deyən qız var ha.
Qızı Həzrət Ömər oğluna istəyir, sonra bilirsiniz hekayəni, hadisəni. Bax, o qızın imanı lazımdır indiki halal məsələlərində. Allah'tan qorxmaq. Yəni, qidalarımızda bir cür dərddir yəni. Amma çalışmaq lazımdır ki, övladımıza halal qida yedizdirəyin. Bir böyüklərin bir sözü var, haqq dostlarından. Deyir ki, bax, belə bir gözəl bir sözdür, deyir, övladlarınıza deyir, halal yedizdirin, halal içizdirin deyir. Bıraxın rahat deyir. O əgər o övlad deyir, halal yeyibsə, halal içibsə, o deyir, əməli əyri ola bilməz. Bax, bu qədər halal qida adama təsir edir. Çünki orqanizmanı koruyur. İnsan ruhaniyyətinə təsir edir. Ona görə bunu xəffə almayamaq lazımdır. Üçüncü, uşağın təlim və tərbiyəsini gözəl vermək. Yəni, bunu az öncə də söylədik. Yəni, bilirsiniz ki, hər bir yaşın öz vaxtı var, dönəmi vardır. Hər bir yaş müəyyən metodlar xitab olunmalıdır. Yəni, iməhləyən uşağa deyəməzsin, dur ayağa gəz, deyə bilməzsin. İməhlədiyi zaman, hələ ana ata dediyi zaman çalışanın yanında Allah dedizdirəyin. Allah, Allah, kəlmə şəhadət belə əlimizə tutağın. Onsuz da Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem buyurur. Çünki biz elhamdülillah iman etmiş insanlarıq. Ne deyir? Bütün insanlar fitrat olarak İslam üzrə doğulur. Müslüman üzrə doğulur. Sadece olarak ata-ana o təhqiqi, təqlidi iman mövzusu var ha, əqaid, kəlam mövzusunda. Yəni, təqlidi və təhqiqi. Yəni, ana-ata bugün ən çox iman edənlər təqlididir. Yəni, bizim, belə deyək. Gözümüzü açdıq, gördük ki, anamız, atamız namaz qılır, ətrafımız və yaxud da dindardır, o təqlidi imandır. O da qəbul təbii ki. Amma təhqiqi qeyri bir yerdə olan, müsəlman olmayan yerdə olur təbii ki, ən çox orada baş verir. Adam araşdıraraq İslam'a gəlir. Təbii ki, onlar da çox marifləndiyi üçün çox güclü imana sahib olur. O təbəqədə olan insanlar, müsəlmanlar. İndi məsələ nədir? Bugün sən bir valideyn gözəl bir şəkildə özü İslamı yaşayacaq ki, özü örnək olacaq birinci növbədə. Sən bugün bir valideyn içki içirsənsə, sən övladdan nə gözləyirsən? Sən bugün valideyn, sən öz xanımına, öz ailənə dəyər vermirsənsə, gələcək sənin oğlun evləndiyi zaman o xanıma nə dəyər verəcəkdir? Və yaxud da o ey ana, sən bugün ailənə, həyat yoldaşına dəyər verməyəndə sənin qızın köçdüyü zaman həyat yoldaşına nə dəyər versin ki? Çünki sən ana ata olaraq o örnəyə verdin sən ona. Bax, bunların hamısını bunu çəkir ha, kamil olaraq. Bunu izləyir övladlar. Xanımımıza, həyat yoldaşımıza gözəlmi, çirkinmi, agresiyan davrandığımız zaman oğlumuz görür ha, ey valideynlər. Sabah o da xanımına eləyəcəkdir. Və yaxud da həyat yoldaşını saymayan, onu gəldiyi zaman ona jest eləməyən xanım, sabah sənin qızın səni də görür, o şəkildə ailə quracaqdır. Və nə olacaqdır? Alt üstü olacaq ailə. Bax, belə olur, pozulur cəmiyyət. Ona görə birinci haradan başlamaq lazımdır? Özümüzdən başlamaq lazımdır. Özümüz örnək olacaq, sonra övladlarımız bizdən örnək götürəcək inşallah. Əbu Hüreyrə radiyallahu anhdan Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm rivayət edir. Bir hədis-i şərifində hər uşaq fitrət üzərində doğar, ona ana və atası hansı din üzərindədirsə, o uşaq da o dini və əxlaqı üzərində olar. Həqiqətən də elədir. Müslümdə keçən hədis. Yəni, bugün ana-ata nə əxlaqdırsa, əxlaqdadırsa, övlad da onu yaşayır. Yəni. Dördüncü, namaz qılmaya və oruç tutmaya alışdırmaq. Bugün sosial şəbəkələrdə onlara xitab edirəm. Burada elhamda yoxdur. Ağzı göyçək danışanlar var ha. Ata, bir müsəlman ata, ana, Allah onlara bərəkət versin. Amin demirsiniz. Allah müsəlmanların ailələrinə bərəkət versin. Ana ata nə alarsın? Hicabı sevdirir uşağına. İkinci, üçüncü, dördüncü, onunla ölmür ki, sevdirir, uşaq dedi ki, taxmaq istəyirəm. Qıraqdan ağzı göyçəklər. Ah, bu nə yaşı var hələ? Bu nə yaşı var hələ? Bu uşağı niyə belə zülüm verirsiniz? Zülümkar sənsən, ay bədvaxt. Çırpaq gəzəndə sənin o qızın,
Onun bunu şəhvət oyuncağı olanda, onda fəxr eləyərsən. Heç kim bu şeydən taviz verməsin. Heç bir müsəlman bu əməldən taviz verməsin. Uşağını gözəl şəkildə, qızını gözəl şəkildə hicabı sevdirsin. Vaxtında sevdirsin. Yoxsa zülüm çəksən, ağlayacasan, diziyi qoyub ağlayacasan, mən harada qələt elədim. Ona görə qız uşaq olanlar İslamın təməllərini sevdirin. İslamın əmirlərini baxın, əmirlərini deyirəm. Niqab demirəm ki, hicab deyirəm. Əmirdən başlayıram. Sevdirin. Və oğlan uşaqlarına, namazı özəlliklə, ən çox oğlanlar, vaxtında sevdirin namazı. Vaxtında uşağı ikən onu yay kursunda, yay tətilində gətirin müəllimləri, deyin ki, müəllim, xahiş edirəm, mən övladıma Quran öyrət. Bəlkə də sənin o uşağın bir əlifbanı, hərifi öyrəndiyi üçün Allah sənin günahları bağışlayacaqdır. Kim Allahın dininə yardım edərsə, Allah da ona yardım edir. Nə bilirsən? Allahın rəhməti gizlindir. Ona görə bunlara diqqət etmək lazımdır. 5. Sonuncu maddə. Uşağı pisliklərdən və zərərli vərdişlərdən qorumaq. Və bir hədis şərifdən bir ata evladına əxlaq və tərbiyədən daha gözəl bir miras buraxa bilməz deyə bu hədis üzərində durmaq istəyirəm. Yəni, əziz qardaşlar, bilirsiniz ki, bu dəqiqə ən çox pisliklərin olduğu bir dönəmdə yaşayırıq. Əxlaqsızlığın, yəni harada pis şeylər var, daha çox yayılır, daha çox təbliğ olunur. Çünki şeytanın hilələri var. Çünki şeytan harada iğrənc, cəhənnəmə gedəcək əməllər varsa onu süslüyür. Təbliğat güclüdür. Şeytana gedən yol, təbliğatı güclüdür. Ona görə övladlarımızı o təbliğatlardan qoruyalım. Və ta başda dediyim kimi, bizim əlimizdə bu telefonlar var, bu uşaqları, ailələri yıxan ən çox 95% bunlar oldu. Ailələrin boşanmasına səbəb. Yəni, bu gözəl bir şey, texnologiya gözəl bir şey, biz inkar eləmirik. Bir müsəlman hər zaman söyləyirik, inkar eləməlidir. Yəni, biz niyə görə kimlərəsə, qeyri-müslimlərə möhtac olmalıyıq? Biz də kəşf eləməliyik. Amma bunun yaxşı tərəfini götürmək lazımdır. Ona görə qorumaq lazım, övladlarımızı qorumaq lazım. İnanın ki, bizim dərdimiz burada kimsən burada gəlib, belə deyək, azarlamaq deyilir. Dərdimiz odur ki, qarşımıza çıxan bir həlak olmuş, tələf olmuş deyim, həlak yox. Tələf olmuş bir uşağın dərdindəyik. Bu uşağı niyə başına bıraxdılar ki, o uşaq da getdi, o oyunu oynadı, o bəlaya düçar oldu. Dərdimiz budur. Yoxsa çıxıb bura kimsə azarlamaq deyil. Ona görə ehtiyatlı olağın, əziz qardaşlar. Ehtiyatlı olağın, övladlarımızı qoruyağın. Allah birinci növbədə bizi, həyatımızı, yaşantımızı, ailəmizdə, cəmiyyətimizdə, qonşuluqda, hər anda örnək olacaq bir əməllər etməyi nəsib eləsin. Yəni, örnək olacaq bir ailə olmayı nəsib eləsin inşallah birinci özümüzü, nəfsimizi və övladlarımızı Allah bütün o pisliklərdən qorusun.